Hər vaxtınız xeyir olsun. Hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Gündəm xəbərinin efirində qeyd eləyək ki, bugün 16 iyun tarixidir. Sabahı olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında iyunun 17-sində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 16-sından 17-sinə keçən gecə və səhər bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz isə 25-29 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturuna gəlincə, havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz isə 25-30 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-9 dərəcə isti, gündüz isə 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.